Herkese salam. Bugün alqoritmin blok sxem qurma hissəsinə baxırıq və bu testlər DIM test toplusuna aiddir. Gəlin başlayaq. İlk öncə 127-ci sualdan başlayırıq. Bizə deyir ki, girişə verilən iki müxtəlif ədədi müqayisə edib, böyük ədəddən kiçik ədədi çıxaraq çıxışa verən məsələnin həll alqoritminin blok sxemini tərtib edin. Əvvəlcə nə demək istədiyini başa düşmək lazımdır. Bizə deyir ki, iki ədəd verilib. Yəni, məsəl üçün, daxil edirəm A ədədi, B ədədi. Və bu ədədləri müqayisə edir. Yəni, müqayisə nə idi? Məsələn, A böyükdürsə B-dən, A kiçikdirsə B-dən. Yəni, müqayisə edir bu ədədləri. Və böyük ədəddən kiçik ədədi çıxır. Yəni, əgər A B-dən böyükdürsə, A-dan B-ni çıxır. Əksinə, B A-dan böyükdürsə, o zaman B-dən A-nı çıxır və blok sxemi tamamlayıb çıxışa verir. Biz də blok sxemi qurmaqda başlanğıcımızı qeyd edirik. Başlanğıc. Daha sonra iki ədəd daxil edirik. A ədədi və B ədədi. Ədədlərimizi daxil etdik. Daxil etmə blokunu artıq bilirik. Daha sonra şərt verməliyik. Yəni, tutaq ki, deyirəm ki, A böyükdürsə B-dən şərt blokumu çəkirəm. Əgər A B-dən böyükdürsə, hə, yox. Əgər A B-dən böyükdürsə, M bərabərdir A çıxılsın B. Əksinə, A B-dən böyük deyilsə, avtomatik B A-dan böyük olur. Onda yazıram ki, M bərabərdir B çıxılsın A. Və son olaraq da deyirik ki, bizə M-i çap eləsin. Sonda da sonu yazırıq. Doğrudan da baxsaq, blok sxemimizdə deyir ki, A B-dən böyükdürmü? A B-dən böyükdürsə, hə deyib A-dan B-ni çıxırıq, yəni böyük ədəddən kiçik ədədi çıxırıq. Əks halda B-dən A-nı çıxırıq, son deyib M-i çap eləyib proqramı bağlayırıq. Bəs bunu Python proqramına necə yazarıq? Pythonda belə yazarıq. A-la B dəyişənini daxil edərik. A bərabərdir int input input. B bərabərdir int input. Şərt verərik ki, əgər A böyükdürsə B-dən 2 nöqtə, o zaman M bərabərdir A çıxılsın B. Əksi halda else A B-dən böyük deyilsə, o zaman M bərabərdir B minus A. Sonda da deyərdik ki, print M-i çap etsin. Burada da proqramımız bitərdi. Proqram qurmaqda, blok sxem qurmaqda əsas məqsəd bizə dediyi sözləri dərk eləməkdir. Yəni, əgər nə demək istədiyini, nə başa salmaq istədiyini başa düşsək, rahat şəkildə həmin proqramı qura bilərik. İndi davam edək. 128-ci testə baxaq. Bizə deyir ki, girişə verilən ədədin tək və ya cüt olub-olmadığını müəyyən edən alqoritmin blok sxemini tərtib edin. Biz bilirik də tək ədədlər, məsəl üçün 1, 3, 7, cüt ədədlər 2, 4, 6, düzdürmü? Deyir ki, bunun tək və ya cüt olub-olmadığını yoxlayan bir alqoritm tərtib elə. Və biz bilirik ki, cüt ədədlər 2-yə qalıqsız bölünənlərdir. Tək ədədlər isə 2-yə qalıqsız bölünmürlər. Yəni 2-yə bölünmürlər ümumiyyətlə. Ona görə biz yaza bilərik ki, başlanğıcımızı yenə daxil edirik. Yəni, başlanğıcı qeyd edirik. Bundan sonra girişə verilən ədəd, yəni girişə bir ədəd daxil eləməliyik. Tutaq ki, daxil edirik, x ədədi daxil etdik. Bu daxil etmə blokudur, həm də çap bloku kimi gedir. Sonra şərt verirəm ki, həmin bu x ədədi əgər 2-yə qalıqsız bölünürsə, yəni qalıqsız bölünürsə, burada qalıq 0-a bərabər olur. Əgər qalıqsız bölünürsə, hə desəm, deyirəm ki, cüt ədəddir. Cüt ədəddir. Hə desəm, deyirik ki, cüt ədəddir. Yox desəm, avtomatik olur tək ədəd.
Tək ədəd, tək ədəd. Sonda da proqram bitir və son blokunu da yazırıq. Bu da çox sadə idi. Əsas məsələ sualın mənasını başa düşməkdir. Biz artıq Pythondan da bilirik tək ədəddir. Tək ədədləri necə tapa bilərik, cüt ədədləri necə tapa bilərik. Yəni oradan dərk eləmişiksə, biləcəyik ki, x-in, yəni ədədin 2-yə bölünməsindən qalıq 0-dırsa cüt ədəddir. Amma qalıq 0 deyilsə artıq tək ədəddir. Yəni bura x daxil edəcəksiniz. Daxil etdiyiniz x, məsələn deyirəm 5 daxil elədik. 5 2-dən 2-yə qalxsız bölünmür. Avtomatik tək ədəd olacaq. 8 daxil eləsəm x-a 5, 8 daxil eləsəm, amma 8 2-yə qalxsız bölünür deyə cüt ədəd olur. Məsələn, bunun Python proqramını da yaza bilərik. Tutaq ki, desəm ki, a bərabərdir, int daxil elədim. X bərabərdir də yaza bilərik. Dəyişəndir, yəni bunun bir fərqi yoxdur. Int input. Əgər bu a-nın 2-yə bölünməsindən qalıq 0-a bərabərdirsə, o zaman print cüt ədəd, əks halda else print tək ədəd. Bu da bunun Python proqramlaşdırma dilində yazılmış. Həm alqoritm formada, həm də proqram formada yazılışı. Davam edək. 129. Bizə deyir ki, girişə en və uzunluğu daxil edilən düzbucaqlının sahəsini və perimetrini hesablayan alqoritm blok sxemini tərtib edin. Biz əvvəlcə bilməliyik ki, düzbucaqlının sahə düsturu nədir, perimetr düsturu nədir. Burada da artıq sizin riyaziyyatınız öz rolunu göstərir. Məsələn, sahə düsturu S bərabərdir, A vurulsun B-dir. Perimetri isə P bərabərdir, 2 vurulsun A üstə gəlsin B-dir. Və bizə deyir ki, bunu hesaplayan bir blok sxem yaradın. Bu da çox rahatdır. Bax, görürsünüzsə ki, A, B dəyişəni var. Yəni, 2 dənə dəyişən daxil eləməliyəm mən. Yazıram başlanğıc. Başlanğıc hər zaman yazılmalıdır. Və daxil edirəm A dəyişəni və B dəyişəni. Daxil etdim. Sonra deyirəm ki, və bu xətti formada yerinə yetirilə bilər. S bərabərdir. A vurulsun B, bu sahəsini hesablayır. Həmçinin P bərabərdir, 2 vurulsun A üstə gəlinsin B. Bu da perimetrini hesablayır. Sonda da çapa S və P-ni çıxardıram. S və P-ni çıxardıram, proqram bitmiş olur. Bu da çox rahat bir proqramdır. Gözünüzdə böyütməyin. Blok sxem qurmağı, proqram qurmağı. Əgər düsturu bilirsinizsə, dəyişəni bilirsinizsə, məsələni başa düşürsünüzsə, qurmaq çox rahatdır. Bax, neynədim? Düsturarım A vurulsun B, A üstə gəlsin B. Səndən sahə və perimetrini istəyir də, soruşur ki, sahə və perimetrini hesaplayan blok sxem qur. A və B-ni daxil elədim. S bərabərdir A vurulsun B, bu mənim sahəm olacaq. P bərabərdir 2 vurulsun A üzərinə B, bu da perimetr olacaq. Sonra da deyir ki, S və P-ni çapa ver. Yəni, bundan aldığın cavabları çapa verəcəksən. Bunu gəlib Python formasında yazsaq, A bərabərdir int input. Çalışdığım qədər Python formalarını da yazacağım. Çox vaxtımız getmədikcə. Çünki bunları Pythonda da quracaqsınız. Burada başa düşməyiniz daha yaxşıdır. Int input. Sonra deyirəm ki, S bərabərdir A vurulsun B, P bərabərdir 2 vurulsun A üzərinə B. Print çox rahatdır bunu da qurmaq. Print S, P. Bu qədər sadə. S ilə P-ni buradan aldığımız cavabları sonda da çapa vermiş olur. Keçək 130-cu suala. İndi birinci məsələni oxuyursunuz, başa düşürsünüz, beyninizdə bir çevirirsiniz, nəyə başa düşdünüz, nəyə başa düşmədiniz, ondan sonra başlayırsınız qurmağa. Bax, deyir ki, daxil edilən ixtiyari bir ədədin.
Yəni ixtiyari bir ədəd daxil edirik. X ədədi ola bilər, A ədədi ola bilər. Nəsə daxil edirik də. Müsbət və ya mənfi olduğunu müəyyən edəcəksən. Yəni əgər müsbət ədəddirsə nə olur? Sıfırdan böyük olur. Mənfi ədəddirsə nə olur? Sıfırdan kiçik olur da. Əgər müsbətdirsə, müsbət çıxışa verən alqoritm blok sxemini qurun. Yəni əgər müsbətdirsə, müsbət çıxacaq çıxışdan, mənfidirsə, mənfi çıxacaq. Bu da çox rahatdır. Bax, başlanğıcı qururam, yazıram və x-a bir ədəd daxil edirəm. X da verə bilərsən, A ədədi də daxil edə bilərsən. Tutaq ki, deyirəm ki, A dəyişənini daxil et. Əgər şərt verirəm, əgər bu A sıfırdan böyükdürsə, avtomatik müsbət olur da, hə. O zaman çapa ver, bax, çap bloku müsbət. Əgər A sıfırdan böyük deyilsə, ya A sıfıra bərabər olur, ya da A sıfırdan kiçik olur da, düzdürmü? A sıfırdan kiçik olur. Yəni, yenə şərt verirəm, A kiçikdirsə sıfırdan, yox qolu, burada yoxdur, hə qolu, A sıfırdan kiçikdirsə, çapa ver, mənfi. Mənfi. Əgər nə A sıfırdan böyük deyilsə, nə A sıfırdan kiçik deyilsə, A sıfıra bərabər olur. Onda da belə çapa verə bilərsən ki, heç onu istəmir. Amma yenə də hər ehtimala qarşı, məsələn, A bərabərdir 0 yazsan, 0 böyükdürmü 0-dan? Yox. 0 kiçikdirmi 0-dan? Yox. Yox deyəcəmsə, o zaman proqram mənə 0-a bərabərdir çıxarda bilər. Bax, 0-a bərabərdir. Bərabərdir. Çıxarda bilər. Yəni, istəsən, amma buranı heç yazmayıb da, buradan çəkib, çünki səndən müsbət və mənfini istəyir. Yəni, bunu silib, buradan çəkib proqramı bitirə bilərsən. Amma belə də yazmaq olar, çünki 0-a bərabər halı da var. Heç nə, bunları buradan birləşdiririk və son deyirik. Bu da bu qədər rahatdır. A0-dan daxil elədim, 5 daxil elədim, müsbət çıxacaq. Mənfi 4 daxil elədim, mənfi çıxacaq. 0 daxil elədim, 0-a bərabərdir çıxacaq. Bunun gəlin Python dilində proqramını yazaq. Bir dənə A dəyişəni daxil edək. Int input. Deyirəm ki, əgər A böyükdürsə 0-dan 2 nöqtə, print müsbət çıxsın. Sonra yazıram ki, əgər A kiçikdirsə 0-dan, print mənfi çıxsın. Əks halda print 0-a bərabər çıxsın. 0-a bərabər çıxmış olsun. Bu da belə. Davam edək. 131. Deyir ki, bu tip testdən Codera da işləmiş olursa, yəni hazır blok sxemini verir, hər hansısa bir sözün dəfələrlə çapdan çıxdığını göstərir. Həmçinin dimdə də var. Yəni, əgər qura bilmirsinizsə, tutaq ki, yuxarıdakı testlərdə var bunun qurulmuş alqoritm bloku. Gedib oradan da baxıb, analiz edib yaza bilərsiniz. Amma baxaq indi. Deyir ki, n dəfə informatika sözünü çap edən alqoritm blok sxemini qurun. N dəfə çap edən, yəni məsəl üçün n-ə 5 yazsan informatika 5 dəfə çap olsun. Yəni n-ə məsəl üçün 7 yazsan 7 dəfə çap olsun. Yəni bir n daxil edirsiniz. Bax düşünün, bir n daxil edirəm. Məsəl üçün n 7-dir. Əgər n-i azaltmasam mən, n azalmasa, informatika sonsuz olaraq çap olar, düzdürmü? Sonsuz olaraq informatikanı çap eləmiş olarsan. Amma 7 dəfə çap deyirsə, sən n-i hər dəfə bir-bir azaltmalısan ki, bir-bir azalmalıdır ki, həm blok sxemin sonsuz olaraq davam eləməsin, həm də ki, proqramın düzgün alsın. Gəlin başlayaq quraq onda. Deyirəm ki, başlanğıc. Və mən daxil edirəm bir dənə n dəyişəni. Çünki n dəfə deyir. N dəyişəni daxil etdim. Və şərt verirəm. Nə qədər ki, bu 7 var, bu 7. 0-dan böyükdürsə, bax, nə qədər ki, n yazıram. 0-dan böyükdürsə, hə, məsələn, yox qolu.
Nə qədər ki sıfırdan böyükdürsə, informatikanı çap elə. İnformatika çap olunsun və hər dəfə bu n bir dəfə azalsın. Çünki bu n bir dəfə azalmasa, dövr sonsuz olaraq davam edər. Nə zaman ki n sıfıra bərabər olacaq, o zaman heç bu yəni yox qoluna baxmırsınız. Çünki heç nə etmirik. Nə zaman ki sıfıra bərabər olacaq, o zaman proqram dayanacaq. Yəni artıq proqram yerinə yetirilməyəcək. Buradan da son olacaq. İndi bir dənə analiz eləyək proqramı, düşünək. Bax, dedim ki, n daxil eləyirəm. Bu n nə zaman ki, məsələn, 7 daxil eləmişəm. 7 sıfırdan böyükdürmü? Deyirsən ki, hə. Hərdirsə informatika çapa gedir və 7 bir vahid azalmasa, ancaq gəlib buradan şərti yoxlayacaq, dövrdən şərti yoxlayacaq. Ancaq 7 böyükdür sıfırdan, hə, 7 böyükdür sıfırdan, hə, 7 böyükdür sıfırdan, hə. İnformatika sözü sonsuz olaraq çapa gedər. Ona görə mən bu n-i hər dəfə bir-bir azaltmalıyam ki, n qədər informatika sözü çapdan çıxsın. Və bunu Python proqramında belə yazaram. N bərabərdir int input while yəni dövr verirəm burada. Deyirəm ki, nə zaman ki n böyük sıfırdan, o zaman print öncə verirəm bu sözü. Ha. Bax, sən n bərabər n-1-i yuxarıda versən, 7 dəfə çap olmaz, 6 dəfə çap olar. Niyə görə? Çünki, bax, gəlin gedək də, 5 verim. N-ə 5 verim. Birinci dövrdə 5 böyükdürmü sıfırdan? Bax, 5 böyükdürmü sıfırdan? Deyirəm, hə. Düşəcək informatika sözü çap olundu. Buraya yazıram. İnformatika çap olundu. Sonra n bir vahid azalır, olur 4. İkinci dövrdə 4 böyükdürmü sıfırdan? 4 böyükdürmü sıfırdan? Deyirsən, hə. Onda n bərabərdir 3 olur və həmçinin informatika sözü çap olunur, sonra n bərabərdir 3 olur. Üçüncü dövrdə 3 böyükdürmü sıfırdan? Hə. İnformatika sözü çap olunur. N bir vahid azalır, olur 2. Dördüncü dövrdə 2 böyükdürmü sıfırdan? Deyirəm, hə. İnformatika sözü çap olunur. N bərabərdir 1. Beşinci dövrdə 1 böyükdürmü sıfırdan? Deyirsən, hə. O zaman yenə informatika sözü çap olunur. N bir vahid azalır, olur 0. Artıq gəlib deyirsən 0 böyükdürmü sıfırdan? Yox. Son olur. Və 1, 2, 3, 4, 5. 5 dəfə informatika sözü çap olmuş olur. Yəni n dəfə. Amma sən n-i burada azaltsaydın, yəni n bərabər n-1-i burada verib sonra informatika sözünü çapa versəydin, o zaman n başlanğıcda azaldığına görə burada informatika sözü 4 dəfə çapa getmiş olacaqdı. Yəni əvvəlcə çap elə, sonra n-i azalt. Və yaxud da burada verib, burada şərti dəyişə bilərdin, o da ola bilərdi. İndi bax, printin içərisinə printi birinci yazıram. O sözümün canı burada da printi birinci yazırsınız. İnformatika. Bu tip testlərdə hətta bu vailə keçəndə mən sizə vermişdim. N bərabərdir n-1. Hər dəfə də azalt. Nə zaman ki bu 0 olacaq, artıq proqram dayanacaq. Bu da belə. Ümid edirəm ki, başa düşdünüz. Keçək digər testə. 132. Deyir ki, diskriminantın qiymətindən asılı olaraq kvadrat tənlin həll alqoritmi. Yəni, səndən kvadrat tənlin həll alqoritmini istəyir. Burada sən diskriminantın düsturunu bilməlisən. Diskriminant nə idi? B kvadratı minus 4ac idi. Həmçinin x1, x2-ni tapırdın. Yəni, məsəl üçün, diskriminant böyükdürsə sıfırdan olanda, o zaman nə edirdik? Deyirdik ki, x1 bərabərdir. Məncə, düsturu bilərsiniz buradan. Məsələn, mənfi b çıxılsın kök altında d bölünsün 2a. x2 bərabər idi. Mənfi b üzərinə gəlinsin d bölünsün 2a idi. Bu diskriminant böyük 0 olandadır. Bir də var diskriminant bərabərdir 0 olanda. Diskriminant 0-dan bərabərsə x1, x2 kökləri elə. Səhv eləmirəmsə b bölünsün 2a idi. Sonra əgər bir dənə də hal var idi burada, hansı hal idi? Diskriminantın
sıfırdan kiçik halı. Diskriminant əgər ki sıfırdan kiçik olursa, o zaman deyirdik ki kökü yoxdur. Yəni proqramın artıq həlli yoxdur deyirdik. Buradan da proqram dayanırdı. Burada mənfi B2 idi deyəsəniz, düz xatırlamırsam. Ya mənfi B idi, ya da müsbət B idi. Mənfi B olaraq qalsın. Dedim ki diskriminant kiçikdirsə sıfırdan, o zaman həlli olmurdu. İndi bunun uşaqlar blok sxemini qurmağa nə var? Artıq bunun reazi tərəfini bilirsənsə, blok sxemini qurmağa nə var? Neçə dənə dəyişən var? A, B, C. 3 dənə dəyişən var. Gəlin quraq. Bax, başlanğıc blokumu yazdım. Daxil edəcəm mən A-nı, B-ni, C-ni. Daxil etdim. Sonra diskriminantın düsturunu yazırsan. D bərabərdir B kvadratı minus 4AC. Bunu yazdım. Və bunu hesablayandan sonra, əgər deyirsən ki, diskriminant sıfırdan böyükdürsə, hə, o zaman deyirəm ki, x1 bərabərdir, bunu yazacağım, bax, mənfi B minus diskriminant D bölünsün 2A. x2 bərabərdir, mənfi B üzərinə gəlinsin diskriminant bölünsün 2A. Bu bunun demək hesabı. Əgər diskriminant sıfıra böyük deyilsə, yox deyirəmsə, o zaman deyirəm ki, diskriminant kiçikdirmi sıfırdan? Bir dənə də şərt yoxlayıram. O zaman hə desəm, deyirəm ki, x1 yox, sıfırdan kiçikdirsə, o zaman deyirəm ki, həlli yoxdur. Həlli yoxdur və bu çapdan da çıxır elə. Bax, çap bloku yazdım. Əgər diskriminant sıfırdan kiçik deyilsə, avtomatik diskriminant sıfıra bərabər sayılır. Onda deyirəm ki, x bərabərdir, x1, 2 bərabərdir, mənfi B bölünsün 2A. Bu da bunun hesab bloku. Və sonda da neynəmiş oluram? Sonda da, bax, buradan x-i, x1, x2-ni çap etmiş oluram. Hətta bunu belə də edə bilərsiniz. Heç bax, bir dəqiqə buranı silim. Biraz qarışıq oldu. Və buranı belə də yaza bilərsiniz. Əgər ki, sıfırdan kiçikdirsə, hə deyirəmsə, deyə bilərsən ki, x bərabərdir, həlli yoxdur. Həlli yoxdur. x1, x2-ni çapa ver deyəndə, avtomatik həlli yoxdur çıxacaq. Buradan da son. Bu da belə. Bu da çox rahatdır. Yəni çətin deyil. Diskriminant düsturunu bildik. Yoxladıq. Böyüksə bu olur. Kiçikdirsə həlli olmur. Sıfıra bərabərdirsə bu olur. Sonda da x1, x2-ni çapdan çıxardır. Belə. Davam edək. 133. Faktoriyalı bilirikmi? Faktoriyalı biliriksə, bu da rahatdır. Yəni çox da çətin deyil. Baxaq. Bizə deyir ki, S bərabər 1 faktorial, üzərinə gəlsin 2 faktorial, üzərinə gəlsin 3 faktorial, 4 faktorial, yəni n faktoriala qədər faktorialları tap cəmlə. N faktoriala qədər faktorialı tap cəmlə. Əvvəlcə n faktorial nədir? Məsələn, n-in yerinə 2 qoysam, 2 faktorial nədir? 1 vurulsun 2. N-in yerinə 3 faktorial qoysam, bu 1 vurulsun 2 vurulsun 3-dür. Düzdürmü? Aha. Bax, gəlin birinci n faktorialın blok sxemini quraq. Bax, n faktorialın tapılması blok sxemini quraq. Bax, n faktorial hasildir. Hasil deyəndə gərək mən bir dənə əlavə bir h parametri, burada s var deyə onu daxil eləmirəm. K parametri ola bilər, h parametri ola bilər. Yəni, nəsə bir parametr daxil etdim və onu birdən başladım. Çünki bir faktorialdan başlayıb. Həm də ki, 0 faktorial deyə bir anlayış yoxdur. Ümumiyyətlə, vurma işi gedirsə, bax, hasildə 1 vurulsun, 2 vurulsun, 3. Heç bir dəyişənə 0-ı mənimsətmək olmaz. Çünki 0-ı mənimsədəndə avtomatik cavab 0 olaraq qalır. Sən vurma gör, bax, cəm olanda 0-dan başlayırıq həmişə, cəmləyəndə. Amma hasil olanda dəyişən varsa 1-dən başlayır. Cəm olanda dəyişən varsa 0-dan, çünki ədədləri cəmləyirəmsə 0-dan başlayaraq cəmləyirəm. Onsuz da 0-ın bir xeyri şəri yoxdur.
Amma hasil varsa mütləq birdən başlanmalıdır. Ona görə bu nə idi? Başlanğıc blokumu çəkdim. N faktorialı tapaq. Nə daxil eləməliyəm? N daxil eləməliyəm də mən. Daxil etdim N dəyişənimi. Sonra bir dənə də parametr daxil edirəm. Gəlin h parametri daxil edək və deyirəm ki, h bərabərdir 1-dir. H bərabərdir 1-dir. Və modifikasiyalı blokla getsəm, i olaraq desəm ki, 1-dən n-ə, yəni məsəl üçün 1-dən 5-ə belə bir şey. Bunun h bərabərdir, h vurulsun i və bu dövr bitənə qədər bunu davam elətdir. Sonda da h-ı çap elə. Və son. Bax, bu n faktorialın tapılmasıdır. Bax, məsələn, n faktoriala gəlib qoyuram 4. Çox uzun olmasın deyə. H da bərabərdir 1. Birincidə. H bərabərdir 1. N-in yerinə də 4 yazıram. Onda i bərabərdir 1. 1 olanda düşür aşağı. H bərabərdir h vurulsun i. Yəni 1 vurulsun 1 elədi 1 faktorial. Yəni 1 vurulsun 1. Yaxşı yazın. Sonra qayıtdı bura. İkincidə artıq h 1 vurulsun 1-dir də. Düzdürmü? i bərabərdir 2 olanda deyir ki, h bərabərdir 1 vurulsun 2 bundan. Üçüncü olanda i bərabərdir 3 olanda i-nin qiymətləri bilirik də bunu. 1, 2, 3, 4 modifikasiyanın içərisində. Onda h bərabərdir 1 vurulsun 2 vurulsun 3 olur. Dördüncüdə i bərabərdir 4 olanda h bərabərdir 1 vurulsun 2 vurulsun 3 vurulsun 4 olur. Sonda da nə olmuş olur? Artıq 4-də dövr dayanır. Gəlirəm h-ı çap edirəm. H da nədir? 4-ün daxil etdiyim ədədin faktorialıdır. 1 vurulsun 2 vurulsun 3 vurulsun 4. Yəni bu 4-ün faktorialını vermiş olur mənə. Bu n faktorialdır. Amma burada görürəm ki, ədədlərin cəmini də hesablayır. Yəni həmçinin həm faktorialını hesablayır, həm də cəmini hesablayır. Əgər bunu başa düşdüksə, deməli, burada cəm parametri də var. Yəni, h bərabərdir, məsəl üçün 1-dən başqa. Burada s dedim axı, əgər cəmləmə varsa 0-dan, hasil varsa 1-dən başladılır. S parametri də verirəm. Deyirəm ki, s bərabərdir 0. Həmçinin h bərabərdir h-ı i-yə vuranda bu faktorialları cəmləsin. S bərabərdir s üzərinə h. Həmçinin bunu yerinə yetirsin. Sonra da buradan dövrə qayıtsın, sonda da s-i çap eləsin. S gəlib çap olunacaq. Əgər bunu həll eləsəz, doğrudan da görəcəksiniz ki, 1 faktorial, 2 faktorial, 3 faktorial, yəni n-ə nə daxil eləmisənsə, o faktoriala qədər cəmləyir. Ümid edirəm bu da aydındır. Burada da bax, bu dediyimi unutmayın. Əgər cəmləmə varsa s dəyişənini verin və 0 qiyməti daxil edin. Əgər hasil varsa k, h fərqi yoxdur. Məsələn, k dəyişənini ver 1-dən başla. Çünki hasil 0-dan olmur. Cəmləmə isə 0-dan başlayır. Bu da belə. Sonra davam edək. 134. 134-də baxsaq ki, nə deyir? Deyir ki, daxil edilmiş n sayda ixtiyar edən ədədi ortasını çap edən proqram qurun. Ədədi ortanı bilirsinizsə, bu da problem deyil. Yəni, ədədi ortanın necə işlədiyini dərk eləmişiksə, bu bizim üçün problem olmamalıdır. Uşaqlar, ədədi orta deyəndə, ədədi orta. Cəmləyirdik. Saya bölürdük. Cəmləyib saya bölmək var idi. Yəni, həm cəmləyirik, həm sayırıq, həm də həmin o saya bölürük. Belə başa düşürük, düzdürmü? İndi gəlin verək. Məsəl üçün, və ixtiyari sayda deyir. Bir dənə bura fikir verək. Bu ixtiyari sayda sözü bundan sonraki blok sxemlərdə də qarşımıza çıxacaq. İxtiyari sayda bir sözü varsa, yəni ixtiyari sözü varsa, sən bir dənə ixtiyari, nə bilim, x dəyişəni daxil eləməlisən, və yaxud da k dəyişəni, h dəyişəni, yəni hər hansısa bir ixtiyari dəyişən daxil eləməlisən, həmçinin n-dən əlavə.
Bax, gəlin verək. Başlanğıcımı çəkdim. İxtiyari sayda deyir. Məsələn, 5 desəydi, yəni müəyyən bir say desəydi, indi edəcəyimi etməzdik. Başlanğıcımı çəkdim. Deyirəm ki, n sayda n-i daxil elə. Bizə n dəyişənini özü verib. N-i daxil elədi. Sonra cəmləmə varsa və say varsa, bax, cəmləmə parametri nədən başlamalıdır? Bayaq dedim. S bərabər 0. Saymağa da başlayanda, uşaqlar, saymağa, yəni bir şey sıfırdan saymağa başlananda saymağı da sıfırdan başladırıq. Bax, saymaqdır, cəmləmədir, sıfırdan başlayır. Hasili isə birdən başlayır. Ona görə hər hansısa bir məsələn deyirəm, t parametri yazdım. Bax, bu saysın, bu cəmləsin, düzdürmü? Bir dənə də i, müqayisə üçün i bərabərdir 1 deyirəm. Çünki şərt versəm dövr dayanmalıdır. Burada mənə i parametri lazımdır. Bunu da yazdım ədədlərimi. Bax, indi i burada mənə lazımdır. Şərtdə deyirəm, bu i, yəni 1. Və i-ni niyə görə birdən daxil edirəm? Çünki mənə heç bir düstur verilməyib ki, 2-dən başlasın, 3-dən başlasın, 4-dən başlasın. Əgər birazdan görəcəksiniz, nəsə bir düstur verilib, orada hər hansısa ədəddən başlayırsa, sən artıq buradakı i dəyişəni o ədəddən başladırsan. Amma burada belə bir şey yoxdur. Ona görə i-ni birdən başladırıq. Və bu 1 deyirəm ki, əgər nə zaman ki i n-dən kiçikdir, bu n-dən kiçikdirsə, şərtdir bu, ona görə şərti qoyuram. i n-dən kiçik olacaqsa, gəlirəm bir dənə ixtiyari ədəd daxil edirəm. İxtiyari ədəd sözü indi burada, məsələn, ixtiyarda x daxil edirəm. X ədədini daxil edirəm. Həmin bu daxil etdiyim ədəd var, daxil etdiyim ədədi cəmləyirəm. S bərabərdir, S üzərinə gəlsin x. Bir dəqiqə. Cəmlədim. Sonra sayıram. Yəni daxil etdiyim ədədləri sayıram. T bərabər T üzərinə 1. Yəni hər dəfə sayıram. 1 artır. Sonra deyirəm ki, i-ni də hər dəfə 1 artırmalıyam ki, dövr sonsuz olaraq davam etməsin. I bərabərdir i üzərinə 1. Bu proses i-nin n-dən kiçik olmayana qədər davam edir. Sonda da yox deyirəm və S-i bölürəm T-yə. S cəmdir, T saydır. Bu da bunu çapdan vermiş olur ədədi. Buradan da deyirəm son. Bu da belə. Rahatdır əslində. Sadəcə başa düşün. Məsələn, bax, n-dir. N-ə daxil edeyim, çox uzun olmasın, 3. Deyirəm ki, i 1-dir də, birincidə 1 kiçik bərabərdir 3-dən. Deyirəm ki, hə, kiçik bərabər verməyimin səbəbi odur ki, 3 dəfə dövr geçsin. Kiçikdir 3 desən 2 dəfə dövr gedər. i kiçik bərabərdir 3-dən. Deyirsən ki, hə, kiçik bərabərdir. Deyir, özündən bir dənə ədəd daxil elə. Məsəl üçün, deyirəm ki, 5 x-a. X bərabərdir 5. Özümüzdən daxil edirik. Və deyir ki, s bərabərdir s üzərinə x. 0-ın üzərinə x gələndə elə mənə 5-i verdi. T də bir vahid artsa, t olacaq 1. İndi gəlirəm, i-ni də bir vahid artırıram, i olur 2. İkinci dövrdə 2 kiçik bərabərdirmi 3-dən? Deyirəm ki, hə. Yenə deyir, özündən bir ədəd daxil elə, deyirəm 6. Deyir, s-i cəmlə, yəni s nədir? S üzərinə x, 5 üzərinə 6. T də bir vahid artır olur 2. I də bir vahid olur artır 3. Üçüncü dövrdə 3 kiçik bərabərdirmi 3-dən? Deyirsəm, hə. O zaman özündən bir ədəd daxil elə. Bax, bunu daxil elə. X bərabərdir, məsələn, 7. S bərabərdir, S üzərinə x, yəni 5 üzərinə 6 üzərinə 7. T də bərabərdir 3. I də artdı, oldu 4. Artıq 4-cü dövrdə deyirəm ki, 4 kiçik bərabərdirmi 4-dən? Yox. Yox deyirəmsə, s-i bölməliyəm t-yə. Mənim s-im budur, t-im budur. Yəni 5 üzərinə 6 üzərinə 7 bölünsün 3. Bu da mənə nəyi vermiş olur? 3 dənə ədəd daxil elədim. 3-ə böldümsə, deməli 3 ədədin ədədi ortasını vermiş olur. N sayda oldu. N sayda. N-ə 5 versəm, 5 dənə ədədi böləcək 5-ə və s. Ümid edirəm, bu da aydındır. Davam edək. 135. Baxsaq ki, 135-də. Baxsaq ki, görərik ki, bir dövrdən söhbət gedir burada. Bir dənə dövr var. Və
birinci mənfi, ikinci müsbət, mənfi, müsbət deyə müsbət deyə gedir və 2, 2 artır. Bax, 2, 4, 6 belə artır. Və mənfi, müsbət və ədəd cəmləmə var burada. Yəni, ədədin cəmləmə var. Cəmləmə parametri də avtomatik olacaq deməkdir. İndi baxsam ki, bax, İndi mənim bayaq dediyim i söhbəti var idi. Birdən başlatma, digər rəqəmlərdən başlat və s. Bu biraz sizə çətin gələ bilər. Ona görə ehtiyatla qulaq asın. Yəni, tam diqqətiniz burada olsun. Baxdım ki, dedim ki, mənfi müsbətdir, gedişatı budur və 2, 2 artır. Və ilk olaraq n-də 2 n-də dayanır. Bax, 2 n-də dayanır. 2 n-də artıq blok sxem dayanmalıdır, yəni. Və görünür ki, burada 2-dən başlayıb. Ona görə mən bayaq i bərabərdir 1 vermişdim. Artıq 1 verməyəcəm, i bərabərdir 2 verəcəm. Çünki hesablama 2-dən başlayıb və cəmləmə əməli varsa, s də dəyişəni olacaq, s bərabərdir 0 olacaq. Bax, görürsünüz, 2, 2 artma var və s də cəmləmə var burada. Aha, bunu bildik. Və bir dəfə mənfi, bir dəfə müsbət olur. Bunu da nəzərə alsaq, burada k dəyişəni verə bilərik. K dəyişəni necə verə bilərik? Yəni, belə bax, mənfi müsbət olur axı. K-nı bərabər edə bilərik, məsələn deyirəm, mənfi 1-ə və yaxud da mənfi k-ya bərabər edə bilərik. Mənfi müsbət var burada, ona görə. Bax, gəl qurmağa başlayaq. Deyirəm ki, və düstur belədir ki, mənfi 1 üstü n vurulsun 2n, 2n-də də dayanmalıdır. 2, 2-də artma var. Bax, 2, 2, plus 2 söhbəti var deməli. Cəmləmədə plus 2 söhbəti var. Burada. Burada plus 2 söhbəti var. Bax, gəlin verək. Başlanğıc o olduğu kimi qalır. O heç. Və mən n daxil eləməliyəm. Çünki n-də dayanır. Bir dənə daxil edirəm n dəyişəni. Sonra dedim ki, cəmləmə var. S bərabərdir 0 yazmalıyam. Və 2, 2 addımla gedirsə, bax, 2, 2 artma varsa, bir dənə də dəyişən verib 2 yaza bilərəm. Yox, bunu qoymayaq hələ ki, bu ağlınızı qarışar. Gəlin bundan gedək. 2-dən başlayır, yazıram ki, i bərabərdir 2. Və k bərabərdir mənfi dəyişəni verirəm. K-nın yerinə başqa bir ədəd də qoya bilərsiniz. Fərq yoxdur. Bax, bunu daxil etdim. Burada açaq söhbəti. Cəmləmə var, 0 qoyduq. 2-dən başlayıb deyə i-ni 2 yazdıq. Və mənfi söhbəti varsa, k verdik mənfi 1 deyə. Çünki 1 mənfi, 1 müsbət, 1 mənfi, 1 müsbət. Bunu mənfiyə çevirmək üçün mənfi 1 dəyişəni verdik. Və bax, bu i. Şərt verirəm. Deyirəm ki, bu i. Kiçik, nə zaman ki, kiçik bərabərdir, bax, n-dən yox ha, sondakı 2 n-dir. Nə zaman ki, bax, bayaq nə vermişdim? i kiçik bərabərdir n-dən. Çünki n sayda deyirdi. Burada 2n düstur verib, sonda 2n verilib. Dayandığı yer 2n-dir. Ona görə şərtdə deyirəm ki, i nə zaman ki, 2n-dən kiçikdir, 2n-dən kiçikdirsə, hə, yox. Bax, nə zaman ki, 2n-dən kiçikdir, aşağıya verim hətta həni, daha rahat olacaq. Bax, həni bura verirəm. Hə qolu buradır. Hə. Nə zaman kiçikdir? S bərabərdir. Düstura bax, bir dəqiqə. Düstura bax. Mənfi 1 üstü n vurulsun 2 üstü n. S bərabərdir. S üzərinə gəlinsin. I vurulsun k. I vurulsun k. Niyə görə? 2 vurulsun mənfi 1. Mənfi 2 verəcək. Buna görə bunu k-ya vururam. Mənfi söhbət var. Sonra bunu yazdım. Sonra bax, bir mənfi, bir müsbət olduğuna görə k dəyişəni dəyişməlidir hər dəfə. Bir mənfi olmalıdır, bəzən də müsbət olmalıdır. Ona görə bunu mənfi k-ya bərabər edirəm. Əgər mənfidirsə k müsbət olacaq, müsbətdirsə mənfi olacaq. Elə düşünün. Və a da neçə dəfə artırdı? 2, 2 artırdı da. A nə idi? i dəyişəni. 2, 2 artırdı. i bərabərdir 2.
i bərabərdir i üzərinə 2. Çünki i'm nədir? 2-dir. 2 dəfə artır olur 4. Artıq mənfi 2 üzərinə 4 olacaq. Demək, nə zaman ki, bu bundan kiçik bərabər olacaq, bu dövr davam eləsin. Nə zaman yox desək, o zaman s-i çapa verib proqramı sonlandırsın. İlk başda bilirəm, başa düşmək çətindir. Bunları dərk eləmək üçün, belə çətinləri dərk eləmək üçün biraz daha praktika lazımdır. Amma ilk ağlınızda, beyninizdə yazılsın ki, cəm varsa, sayma varsa, sıfırdan dəyişən verib sıfırdan başladırsınız. Və əgər şərt varsa, nəysə bir şərt varsa, i dəyişəni verəcəksiniz. Əgər düstur yoxdursa, i-ni birdən başladacaqsınız. Düstur varsa, baxırsınız. Görün nədən başlayır. Görürəm ki, 2-dən başlayır. Deməli, i 2-dən başlamalıdır. Və artmaya baxıram. 1 artırsa, i bərabər i üzərinə 1 yazardım burada. Amma mən baxıram ki, düsturda 2 artma var. Deməli, i bərabərdir i üzərinə 2 yazmalıyam. İndi bunu yerinə yetirsəz, doğrudan da bu nəticənin aldığını görərsiniz. Məsələn, gəlin verim 5, 6 olsun yaxşı. N 6-dır, i 2-dir. Birincidə 2 kiçik bərabərdirmi? 6 versəm çox olacaq. 2n'dir çünki bu. 4 verirəm ya da 3 verirəm. 2 dəfə 3, 6. Deyirəm ki, hə. Hə deyirəmsə, düşürəm aşağıya. S bərabərdir. 0 üzərinə gəlinsin. I nə idi? 2. Vurulsun -1. Bu da eləyir -2. K da bərabərdir. Mənfi K-ya. K -1 daxil. Mənfi K-ya bərabər olanda avtomatik 1 olur. I də 2 vahid artır olur 4. Düzdür. İkinci halda 4 kiçik bərabərdir 6-dan. Deyirəm, hə. S bərabərdir -2. Üzərinə gəlinsin. I nədir məndə? I. Son olaraq 4 idi də. 4 vurulsun K. Yəni 1. K daxiliniz dəfə 1 olur. Bu da olur -2 üzərinə gəlinsin 4. Yəni aldıqmı bunu? Avtomatik bu ifadəni aldıqmı? Belə etsəz, görəcəksiniz ki, ifadə düz alınır. Bu da belə. Devam edək. 136. 136 tiplilər var uşaqlar. Çox asandır. Yəni inşallah ki, bu tiplər düşər sizə. Bu proqram qurmada ən rahat tip demək olar ki, budur. Bu da ki, necədir? Özü onsuz da şərti verir. Əgər blok sxemdən başlanğıc nədir, daxil etmə nədir, şərt nədir, bunları bilsəz, bunu qurmağa nə var? Sən deyir ki, x 7-dən böyük olanda bunu həll elə, x 7-yə bərabər olanda bunu həll elə, x 7-dən kiçik olanda bunu həll elə. Çox rahatdır. Bir dənə də burada x dəyişənim var da, başqa heç nə yox. Deməli, x-i daxil eləməliyəm. Yazıram başlanğıc. Daxil edirəm x dəyişənini. Daxil etdim x dəyişənini. Və deyirəm ki, əgər x, bax, 7-dən böyükdürsə, şərt verirəm. Hər desəm, bunu yerinə yetir. Yəni, məsələn, bir dənə dəyişən verirəm, a bərabərdir, x kvadratı üzərinə 5. Bunu yerinə yetir. Əgər yox desəm, gəl yoxla, x bərabərdirmi 7-yə? Şərt blokumu çəkdim. Hə, yenə yox qolu. Hə desəm, məsələn deyirəm, a bərabərdir, x kubu üzərinə 7 gələcəm qarşısındakını. Yox desəm, bunu yerinə yetirirəm də, avtomatik 7-yə bərabər də deyilsə, 7-dən böyük də deyilsə, 7-dən kiçik sayılmış olur. Onda a bərabərdir, x üstü 4 çıxılsın 8. Buradan da bunların hamısını birləşdirərəm və a-nı çapa verərəm. Proqram da bitmiş olar. Son. Çox rahatdır dediyim kimi. Şərtdir verdin, hə deyirsənsə bunu edirsən, yox deyirsənsə x bərabər 7 şərtini verirsən, hə deyirsənsə qarşısındakini edirsən, yox deyirsənsə avtomatik heç şərtə ehtiyac yoxdur da. Böyük deyilsə, bərabər deyilsə kiçikdir sayılır və bu hesabı yerinə yetirib sonda da a-nı çapa verib proqramı bitirirsiniz. Bu da belə. Sonra keçirik 136-ya. 136-ya baxdıq belə. 137. Baxaq. Deyir ki, oxuyun. Çətin deyil. Yenə həndəsi
ortanın düsturu, ədədi ortasının cəm düsturu lazımdır. Sonda da bu həndəsi orta ilə ədədi ortanın tapdığın ədədləri cəmləməlisən. Deyək, girişə 3 dənə ədəd daxil edilib. Məsəl üçün, A ədədi daxil edilib, B ədədi daxil edilib, C ədədi daxil edilib. Ədədi ortanın düsturunu biz bildik. Ədədi ortanın düsturu nə idi? Məsələn, A üzərinə B üzərinə C bölünsün 3. Yəni, saya bölürdük. Həndəsi ortanın düsturu nədir? Yəqin ki, həndəsi ortanın da düsturunu bilərik. 3 ədəddirsə, 3-cü dərəcədən demək, 3-cü dərəcədən A vurulsun, B vurulsun, C-dir. Bu da həndəsi ortanın hesablama düsturudur. 3 ədəd dediyinə görə çox rahatdır. Başlanğıc düsturları bilirsinizsə rahatdır. Başlanğıcı çəkdim. 3 dənə ədədi daxil edirəm. A, B, C ədədlərimi daxil etdim. Daxil etdikdən sonra deyir ki, 3 ədədin həndəsi və ədədi ortalarının cəmini hesablayın. Həndəsi dediyinə görə birinci həndəsi ortanı cəmini hesablayacağım. Həndəsi ortanı H ilə işarə edirəm. H bərabərdir. A vurulsun, B vurulsun, C üstü 3-də 1. Belə yazırsınız. Bilirik də bu kəsirdə kök altında 3-cü dərəcədən deməkdir. Sonra ədədi ortanı tapıram. Ə ilə işarə edirəm. A üzərinə B üzərinə C bölünsün 3. Bu da belə. Sadəcə bizdən deyir ki, həndəsi və ədədi ortaların cəmini, yəni həndəsi və ədədi ortanı tapacaqsan, sonra məsələn S bərabərdir, həndəsi üzərinə gəlinsin ədədi orta, yəni ikisinin cəmini istəyir. Bunu da hesablayacaqsan, sonda da heç nə, sonda da elə çap olaraq hətta deyə bilərsən ki, S-i çap elə və son. Bu da belə. Bu da rahat testlərdən biridir. Düsturları bilirsinizsə, hər şey rahatdır. 3 ədəd dediyinə görə 3 dənə ədədi daxil elədik. Həndəsi ortanın düsturu, ədədi ortanın düsturu. Sonra deyir ki, həndəsi və ədədi ortalarının cəmini istəyir. Cəmlədim, S dəyişəni verib, S-i çap elədim, son. S də bunların ikisinin cəmridir, ona görə ona vermiş oldum. Sonra 137 bitdi, 138. Bu da çox çətin deyil. Yəni, dərk eləsəz, bunu da yazmaq çətin. Hələ ki, çətin dediyim bir dənəsi, bayaq gördüyüm biraz daha çətin idi. Belə bunlar rahat gedə bilər. Deyir ki, bizə girişə verilən 2 ədədin ən böyük olanını və ya bərabər olub olmamasını müəyyən edən blok sxem qurun. Çox rahatdır. Ən böyük olan nə deməkdir? Məsələn, 2 ədəd deyir. A və B ədədi daxil edəcəm. Ən böyük nə demək? Tutaq ki, şərt verirsən də A böyükdürmü B-yə və yaxud da A bərabərdirmi B-yə? Əgər A B-dən böyükdürsə, məsəl üçün, ən böyük olanı deyir, A-nı çap elə. Əks halda A B-yə bərabərdirsə, bərabərdir çap olunsun. Digər halda da bərabər olmaması çap olunacaq onsuz da avtomatik. Yəni, A B-dən kiçik sayılmış olacaq. Rahatdır. Başlanğıc blokumu çəkirəm. 2 dənə A və 2 ədəd deyir çünki. 2 dənə A və B ədədlərimi daxil edirəm. Daxil etdim. Sonra şərt verirəm. Deyirəm ki, A böyükdürmü B-dən? Əgər hə desəm, deyəcəm ki, A-nı çap elə. Yox desəm, o zaman deyirəm A bərabərdirmi B-yə? Şərt verirəm. Hə desəm, bərabərdir çıxacaq çapdan. Bərabərdir. Yox desəm, artıq son olur da, yəni bərabər deyil deməkdir bu. Buradan da bu proqramlar bitir. Bərabər olmur, sonu çıxardır. Bu da bizim proqramımız. Bu qədər. Rahat idi bu da. Yəni, deyir ki, 2 ədədin ən böyük olanı və ya bərabər olub olmamasını. A, B-yə bərabərdirsə bərabərdir. Əks halda gəlir buradan çap edir, çıxır, gedir. Bu da belə. Yəni, bərabər sayılır. Ümid edirəm, bu da aydındır. Hətta burada yox qolu deyil, yox qoluna gəlib, buradan çap verə bilərsən ki, məsələn, bərabər deyil. Bərabər deyil. Yəni, bunu da çap olaraq çıxarda bilərsən. Sonunda da sona gələ bilərsən. Bu da belə. Davam eləyək. Bu neçənci idi? 138. 139.
Baxaq. Deyir ki, girişə verilən ixtiyari 10 ədədin cəmini hesablayan alqoritmi qurun. Bax, ixtiyar sözü var yenə, görürsünüz? İxtiyarda x hərfi var deyə mən həmişə x-nı daxil edirəm. İxtiyarı varsa bir dənə x dəyişəni hər dəfə daxil olacaq. Amma 10 ədədin cəmi deyir bizə. Bax, 10 ədədin. Yəni səndə burada 10 dənə ədəd var. Artıq n-in 10-dur. O daxil etdiyimiz n var idi. İxtiyarı n sayda demir də. İxtiyarı 10 ədəd deyir. İxtiyarı n sayda deyəndə təkcə n-i daxil edirdi. Amma ixtiyarı 10 ədədin cəmini hesaplayan deyirsə, bunu iki cür blok sxem qura bilərik. Mənə görə ən rahatı modifikasiyalıdır. Necə? Bax, cəm deyirsə S parametri var və sıfırdır. Bu həmişə yadımızda qalsın. Gəlin başlayaq. Başlanğıcımı qoydum. Düzdürmü? S parametrim var deyirəm. S bərabərdir 0. Sonra modifikasiya ilə getmək nədir? Bir dənə i dəyişəni verirəm. Dövr deyirəm 1-dən 10-a. 1-dən 10-a qədər neçə dəfə dövr eləyəcək? 10 dəfə dövr eləyəcək də. Və burada mən x ədədimi daxil eləyirəm. İxtiyari deyil çünki. Sonra da deyirəm ki, S var ha, S. Cəmləmədir axı, cəmini istəyir. Deyirəm ki, S bərabərdir S üzərinə x. Bu x-i cəmlə. Və nə zaman ki, bu dövr davam eləyəcək, bitəndə də S-i çap et və son. Çox rahatdır bunun modifikasiyasını qurmaq. İndi bu necə gedər? Məsəl üçün, i bərabərdir 1 olanda, gəlirəm bir dənə x ədəd daxil edirəm 4, s bərabərdir 0 üzərinə 4, 4 elədi. Sonra i bərabərdir 2 olanda, x-i daxil edirəm 5, s bərabərdir 4 üzərinə 5 oldu. Sonra i bərabərdir 3 olanda, x-a daxil edirəm, məsələn deyirəm 6. X-a özün, ixtiyari deyir axı, özün daxil edirsən həmişə. S bərabərdir 4 üzərinə 5 üzərinə 6. Yəni, i bərabər 4 olanda belə-belə davam eləyəcək. i-nin qiyməti nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 da daxil olmaqla 10 dənə ədəd daxil edib, onu cəmləyib, sonra da çapdan çıxardacaqsınız. Bunu ən yaxşı modifikasiya ilə yadınızda saxlayın. Amma belə şərtlə də gedə bilərik. Şərtlə necə gedərik? Bax, məsələn, başlanğıcımı verdim. Ən rahat modifikasiyalıdır. Başlanğıcımı verdikdən sonra buradadır, baxın. N bərabərdir 10 deyirəm. Çünki n-ə 10 da daxil edə bilərəm. 10 dəfə dövr deyir. Və burada S parametri var. S bərabərdir 0. Bax, demişdim, i-ni əgər düstur yoxdursa 1-dən başladın. i bərabərdir 1. Çünki şərt verəcəm axı. Şərtdə i lazımdır mənə. i dəyişəni lazımdır. Deyirəm ki, bu i nə zaman ki kiçik bərabərdir 10-a. Yəni, i nə qədər ki ondan kiçik olacaq. Hər desəm, bir dənə x ədədi daxil edim. X ədədi daxil edim. Bax, hər desəm x ədədini daxil edeyim və s bərabərdir s üzərinə x gəlim, hesablayım. Sonra da hər dəfə i-ni bir vahid artırmalıyam ki, dövr sonsuz olaraq davam eləməsin. i üstə gəlsin 1. Çünki addım verilməyib. Düstur verilməyib mənə. 1-1 artmalıdır. i də 1-dən başlamalıdır. Bunu da gətirib qaytarıram 0-a. Nə zaman ki bu i artacaq, onda dayanacaq. Yox, yəni i artıq ondan kiçik olmayanda, kiçik bərabər, 10 ondan kiçik bərabərdir, hə deyib davam eləyəcəksiniz. Nə zaman ki 11 olanda, yox deyəcəksən, s-i çap eləyəcəksən, bununla da bitmiş olacaq. Bu da çox çətin deyil. Amma ən rahat, ən qısa formada modifikasiyalı ilə də yazmaq olar. Bu da belə. Neçə idi bu? 139. Davam eləyək. 140. 140-da əbobun tapılma qaydasını biliriksə, işimiz rahatdır. Yəni, bu da çətin bir alqoritm deyil. Hətta bunu Codera'da əbobun tapılmasının blok sxemi var. Oradan beyninizdə, yadınızda qalıbsa, ümumiyyətlə yazmaq daha rahatdır. 2 ədəd verilir, 2 natural ədəd deyir. Bunun əbobunun tapılması, məsəl üçün, AB-nin əbobunun tapılması, əbob tapmaq üçün, məsələn, 55 və 75-in əbobunu Evklidin alqoritminə görə 5-dir əbobu. 55, 75. Evklidin alqoritmi var. Ona görə
əbobu 5-dir. Bu nə deyir? Davam edirik. Kiçik ədəd olduğu kimi qalır. Kiçik tərəf olduğu kimi qalır. Böyük tərəfdən kiçik tərəfi çıxılıb yazılır. Məsələn, 55, 20. Sonra kiçik tərəf 20 oldu. Məsələn üçün, riyaziyyatdan da əslində bunu bilirsiniz də. 35. Sonra yenə 20 olduğum kimi qalır. Bura olur 15. Bu səfər 15 olduğu kimi qalır. Bura olur 5. Sonra 10. Bura olur 5. Sonra 5, 5. Deməli, cavab olur 5. Yəni, A və B nə zaman ki bir-birinə bərabərdir, o zaman artıq proqram dayanır. Yəni, A və B nə zaman ki bir-birinə bərabər olarsa, proqram dayanacaq. İndi gəlin bunu quraq. Yazıram ki, başlanğıc. Yəni, bu, məsələn, 55 ilə 75-in əbobu 5-dir də. Başlanğıcımı daxil elədim. 2 dənə ədəd daxil eləməliyəm. A, B ədədi. Daxil elədim A, B ədədini. Bax, deyirəm ki, şərt verirəm. Nə zaman ki A, B-dən fərqlidir, yəni bax, burada artıq 5 5-ə bərabərdir, proqram bitdi də. Belə də yaza bilərik A, B-dən fərqlidir. Belə də yazılır. Alqoritmdir. Belə də yaza bilərsiniz bunun içərisinə. Nə zaman ki A, B-dən fərqlidir, yox desəm, demək ki, A, B-dən fərqli olanda yox deyirəm, hə deyirəm. Yox desəm, deməli, neyinirəm? O zaman şərt verərəm ki, bax, iki tərəf, böyük tərəfdən kiçik tərəfi çıxıram da, ona görə bir dənə də şərt verməliyəm. Ta ki, A, B-dən böyükdürmü? A, B-dən fərqlidir? Yox. O zaman A, B-dən böyükdür. Böyükdürsə, hə deyirəmsə, məsələn, tutaq ki, A bərabərdir, A çıxılsın B olur. Yox deyirəmsə, B bərabərdir, B çıxılsın A olur. Düzdürmü? Və bu. Bunu hara gətirim, birləşdirim? Bunu gərək aşağıdan çəkər. Eybi yoxdur. Bax, bu gəlib bura birləşir hər dəfə. Yəni, gəlib yoxlayırıq. A-nın artıq yeni qiyməti, B-nin artıq yeni qiyməti var. B-yə mənimsədirəm ona görə. Nə zaman A, B-dən fərqlidir, hə desən, hə deməyə vurmalıydım. Mən bunu biraz səhv getdim. Yəni, bunu hə deyəndə yerinə yetirməliyəm. Baxın, niyə? Mən qarışdırdım. Çünki A, B-dən fərqlidir də. 55, 75-dən fərqlidir, hə. O zaman A, B-dən böyükdürsə, A-dan B ilə çıxırsan. A, B-dən kiçikdirsə, yox. A, B-dən kiçikdirsə, nə edirsən? B-dən A-nı çıxırsan. Və bunu, bu dövr təkrarlanır. Bura qayıdır, yəni. Biraz qəribə qurdum mən. Bunu aşağı versəm daha rahat qura bilərəmmiş kimi gəlir. Bir dəqiqə. Bunu silmən yaxşısı bu hissəsini. Buranı silirəm. Bir də qururam. Bax. A fərqlidir B-dən. Həni bura verəcəm ki, rahat qurum. Hə deyirəm. O zaman şərt verirəm. Onda A böyükdürmü B-dən? A B-dən böyükdürsə, hə, onda A bərabərdir. A çıxılsın B. Yox. B bərabərdir B minus A. Bunlar burada birləşir. Və birləşdikdən sonra gəlir, yenə bu dövrü yoxlayır. Və A B-dən fərqlidirə yox desəm, yəni artıq fərqli deyil desəm, o zaman gəlir, A-nı çap edir. A-nı da yaza bilərsiniz, bura B-ni də çap edir, yaza bilərsiniz də. Fərqi yoxdur, heç bir fərqi yoxdur. Və burada da son verirəm. Bu qədər rahat. Mən bayaq burada qurmuşdum, onu aparıb bura birləşdirə bilmədim, ona görə qarışdı. Amma çətin bir misal deyil, yəni. Əbobun tapılma qaydası. Neynədim? Böyükdən kiçiyi çıxdım, yazdım. O zamana kimi bir-birinə bərabər olana kimi. Bir-birinə bərabər olanda cavab avtomatik qalır 5. Məsələn, 55 ilə 75-ə baxdıq. İndi A B-dən fərqlidir, 55 75-dən fərqlidir, hə deyirəm. Onda 55 böyükdürmü 75-dən? Yox deyirəm, ona görə 75-dən 55-i çıxıram, artıq B-yə 20 qiymətini mənimsədirəm.
Gəlirəm bura, gəlirəm bura. Deyirəm ki, 55 20-dən fərqlidirmi? Hə deyirəm. Amma 55 20-dən böyükdür. 55 böyükdür 20-dən. Yox deyirəm. Yəni 55 böyükdür 20-dən. Hə deyirəm, gəlib buranı edirəm. Yəni yavaş-yavaş o ta ki 5 5-ə bərabərdir. Yox deyib 5-i çap edənə qədər. Bu da belə. Çətin deyil. Amma tutaq ki, deyirəm ki, EBOB yerinə uşaqlar sizdən EKOB soruşsa, indi artıq burada EKOB-un düsturunu bilməlisiniz də. EKOB-un düsturu nə idi? EKOB-un düsturu da o idi ki, məsələn, EKOB AB necə idi? A çıxılsın B idi, səhv eləmirəmsə EKOB-un düsturu. A çıxılsın B bölünsün EBOB-una. Səhv eləmirəmsə, səhv xatırlamıramsa, bunun əbubuna bölünməli idi. İşte buna görə blok sxemi qurmalısınız. Bu da belə. Davam edək. Çətin deyil bu da. Əgər əbubu bilirsinizsə, bunu yazmaq məncə sizə çətin gəlmir. 141 yenə də ən rahatıdır. Tez gəlin bunun blok sxemini qurum. Başlanğıcı yazdım. Bir dənə x dəyişəni daxil edirik. X dəyişəni daxil edirik. Sonra şərt verirəm. Deyirəm ki, x kiçikdirmi 0-dan? Əgər hə desəm, gəlirəm. Buradakı əməli yerinə yetirirəm. 2x kvadratı üstə gəlsin 3x. Yox desəm, avtomatik gəlib yoxlayıram ki, şərt olaraq x bərabərdirmi 0-a? Hə desəm, bu səfər gəlib buradakı əmri yerinə yetirirəm. 5x üzərinə gəlsin 4. Üzərinə gəlsin 4. Buna dəyişən vermədim. Məsələn, deyirəm, s bərabərdir. Məsələn, deyirəm, s bərabərdir. Yox desəm, avtomatik nə olur? Böyük olur da. Onda deyirəm ki, s bərabər x kubu çıxılsın 4. Sonra da bunları buradan s-i çapa göndərirəm. Bir dəqiqə. Biraz aşağıya gedə bilmədim. Buradan da S-i çapa gedirsiniz, son verirsiniz, proqram bitmiş olur. Bu çox rahatdır, yəni. Çox da üzərində ona görə durmuram. Şərtdir, şərtə uyğun olaraq aparıb, buradan da sonu verəcəksiniz, proqram bitmiş olacaq. Burada nə deyirsə aparıb blok sxemdəki bunu daxil etmə, bunun şərt, hə, yox qolu, bunun hesab olduğunu bilirsinizsə, yazmaq çox rahatdır. 142. Davam eləyək. Daxil edilmiş m sayda, bax, cəm istəyir, ədədin cəmini hesablamaq deyir. Deməli, biz m dəyişəni daxil edəcəyik və cəm varsa s bərabərdir 0 parametri verməliyik. Məsələn, mən bunu yenə modifikasiyalı ilə yazacağım. Heç digəri ilə başınızı qatmayacağım. Çünki ən rahatı modifikasiyalıdır bunu da yazmağım. Başlanğıcı verirəm. M sayda dediyinə görə m-i daxil edirəm. Nə deyir, onu edirəm də. M-i daxil etdim. Sonra mənə s parametri lazımdır. S bərabərdir 0-ı da yazıram. Modifikasiyalı, məsələn, m-ə qədər deyir də. Deyirəm ki, i bərabərdir 1-dən m-ə qədər. Məsələn, m-ə 5 versəm, 1, 2, 3, 4, 5 dənə dövr olacaq burada. Verdim. Bu da mənim modifikasiyalım oldu. Və hər dəfə, yəni 5 dövrdə m sayda ədədin cəmini deyir də. S bərabərdir, s üzərinə gəlinsin, i. I verirəm. Bu da ki, nə zaman dövr bitəcək, o zaman s-i çapa göndərəcəm. Bu da olur son. Bu da çox rahatdır, çətin deyil. M sayda demir. Məsələn, m-ə verirəm 4. i-nin qiymətləri olur 1, 2, 3, 4. i bərabərdir 1 olanda düşürəm. S bərabərdir s üzərinə i. Yəni 0-ın üzərinə i gəlirəm. 1 elədi 1. İkinci halda i bərabərdir 2 olanda s bərabərdir i, s üzərinə i. Yəni 1 üzərinə 2. i bərabərdir 3 olanda s bərabərdir 1, 2, 3. i bərabərdir 4 olanda s bərabərdir 1, 2, 3, 4. Belə. Ən rahatı özünüzü modifikasiyalıya belə deyim, alışdırın. Qısa və konkret yolu var. Digəri o şərt verəndə çox budaqlanma yaranır və biraz daha insan beyni qarışır. Neynədik? Cəm varsa s-i daxil elədik, özü deyib ki, m-i daxil elə. Modifikasiyalı dedim ki, 1-dən m-ə qədər, yəni m sayda deyir axı. 4 versən 1-dən 4-ə qədər 4 dövr var. Ona görə s-lə də i-ni cəmlənmiş oluruq.
Davam eləyək. 143. Bu da belə çətin görünməyinə baxmayın. Bununla modifikasiya ilə gedəcəm sizə. Görün necə rahat gedəcək. Bax, A və B parçasında 2 dənə dəyişənim var. A, B parçası, tam ədədlərin cəmi. Yenə S var, cəm dedik ki, sıfırdan başlamalıdır. Ədədlərin cəmini tapan alqoritm blok sxemini qurun. A və B tam ədəd. Çox rahatdır. Başlanğıcı qoydum. Modifikasiya ilə görün necə edəcəm. Deyirəm ki, bir dənə A, B dəyişəni daxil edirəm. Sonra S bərabərdir 0 yazıram. Bundan sonra deyirəm ki, I bərabərdir AB. Yəni, məsəl üçün, AB 3, 4-dürsə, I 3-dən 4-dədirsə, 3, 4 olmasa 3, 6 olsun. Onda 3, 5, 6. Yəni, parçada yerləşən tam ədədlər neyləmiş olur? Cəmləmiş olur da. Ona görə modifikasiyamı çəkdim. Buradan da nə edəcəm? Təbii ki, bayaqki kimi S bərabərdir. Bunu biraz balcaladım. Buradan da S bərabərdir. S üzərinə gəlsin. I bayaqki kimi cəmləyirəm. Nə zaman ki, dövr davam edir, bu cəm davam eləsin. Sonda da S-i çapa versin. Çapa. Son. Bu da belə. İ-yə AB aralığı ona görə verdim ki, səndə AB parçasında istəyir də. Bura bayaq verdim 3-6 aralığı, I 3-6 olsa 3-5-6. O aralıqdakı bütün ədədləri cəmləmiş olur. Bu da belə. Cəm varsa da S bərabərdir 0 daxil eləməlisiniz. Sonra davam edək. 143 bitdi. 144. 144. Deyir ki, girişə verilən el saydı tam ədədin müsbət olanlarının cəmi, mənfi olanların sayını tapın. Cəmləmə var, sayma var. Cəmləmə var, sayma var. Yəni, müsbət olanların cəmini, mənfi olanların sayını tapmalıyıq. Yenə mən bunu modifikasiya ilə gedəcəm və el daxil edilib. Müsbətləri cəmləməliyik, S cəm var. Mənfiləri saymalıyıq. Mənfilərə də M yazıram, mənfi sözünə görə. Bu da bərabərdir 0. Mən dedim ki, cəmləmə də 0-dan başlamalıdır. Sayma da 0-dan başlamalıdır. Amma hasili varsa, 1-dən getməlidir. El də daxil edilməlidir. Gəlin baxaq. Quracam indi mən bunu. Burada biraz yuxarıdan quracam. Aşağıya doğru uzun olur. Dedim ki, başlanğıcı yazın. Dedik ki, eli daxil eləməliyik. Çünki el saydadır. Özü verib el sayda. Mən də eli daxil eləyirəm. Sonra və bayaq dedim ki, S bərabərdir 0 olmalıdır. Məsələn, mənfiləri saydır. M bərabərdir 0 olmalıdır. Bunu da daxil elədim. Yəni, yazdım. Cəmləmə varsa 0-dan, sayma varsa 0-dan başlamalıdır. Və deyir ki, el sayda. El sayı, mən elə 5 versəm, bayaq modifikasiyalıda getdiyim kimi neçə sayda deyirsə, modifikasiyanı o saya qədər davam elətdirirəm. Yəni, deyirəm ki, I bərabərdir 1-dən elə. El sayda. Məsələn, elə 4 versəm, 1, 2, 3, 4. Elə 5 versəm, 1, 2, 3, 4, 5. El sayda olur. Ona görə el saydanı da qoydum. Və gəlib, daxil, ixtiyari var da, burada bax. El sayda tam ədədin. Girişə verilən el sayda. Yazmayıb, amma ixtiyari. Mən burada ədəd verməmişəm axı. Ona görə ədəd daxil eləməliyəm. Əgər bu daxil elədiyim ədəd, qulaq asın. X böyükdürsə 0-dan, deyir ki, müsbətləri cəmlə. 0-dan böyükdürsə, hə deyirəm, yox deyirəm. 0-dan böyükdürsə, S bərabərdir, S üzərinə X. S cəmləmə parametrimdir. Yoxdursa, o zaman 0 olma halı da var. Ona görə bir dənə də əlavə şərt verəcəm ki, 0 olma halını gözdən qaçırmayın. Əgər deyirəm X kiçikdirsə 0-dan, hə deyəcəmsə, M bərabərdir, M üstə gəlsin 1, yəni saysın, M-im saymaydı axı.
Əks halda heç bura heç nə verməyəcəm də, yəni 0 olma halına baxma deyir. Çünki bizdə də heç nə demir 0 olma halına. Buradan bir dəqiqə bura, bunu da eyni şəkildə belə, biraz çox uzatdım bunu. Bunu bura birləşdir. Bunu buradan çıxart, qaytar bu dövrə. Nə zaman ki bu dövrə sən yox deyəcəksən, bura hədir. O zaman çapa verəcəm həm S-i, həm də T-ni, həm müsbətlərin cəmini, həm mənfilərin sayını. Buradan da son olmuş olur. Bu da çox çətin deyil. Tam ədəd deyir. Tam ədədi özünü daxil edirsə, məsələn 5. 5 böyükdürmü 0-dan? Birinci dövr. L-ya verdim 3. I bərabərdir 1, 2, 3. L sayda 3-dür. Məsələn, birincidə i bərabərdir 1 olanda x-a verdim 5. 5 böyükdürmü 0-dan? Deyirəm, hə, onda 0 üzərinə 5 oldu 5. İkincidə i bərabərdir 2 olanda x-a verirəm -4. X-a verirəm -4. -4 böyük 0-dan? Yox. -4 kiçikdir 0-dan? Hə. Onda deyirəm ki, m bərabərdir m üstə gəlsin 1. Oldu 1. Üçüncü halda i bərabərdir, məsələn, 3. Yox, i bərabərdir 3 olanda x bərabərdir məsələn 3. 3 böyük 0-dan? Hə. Onda s bərabərdir 5 üzərinə 3. Elədi 8. Artıq 3-cü dövrdə bitdi. Gəlirəm neyirəm? S-lə t-ni çap edirəm. 3 dövrdə 8-lə 1 çap etmiş olur. Bir dənə mənfi ədəd daxil elədim. 2 dənə 5-lə 3 müsbət ədədi daxil elədim. Cəmlədi, çıxartdı. Bir dənə mənfi ədəd sayını vermiş oldu. Bu da belə. Davam eləyək. 145. 145 tiplilər əslində rahatdır. Çünki həm düsturu verib. Əgər ki, yenə burada da riyazi bacarığınız inkişaf edibsə, normaldırsa, bunu yaza bilərsiniz. Yəni, çox rahatdır həqiqətən. Baxaq. Deyir ki, x-in girişə verilən istənilən həqiqi qiymətində funksiyasının qiymətini hesablayan alqoritm blok sistemini qurun. Sənə onsuz da düsturu verir. Səndə bir dənə dəyişən var x, bir də y nədir? Bu hesablamadır. Bir də y-dəki sonda çapa gedən olacaq. Və bu düstur nə zaman həll olmaz bu düsturun? Təbii ki, x plus 7 var ha. 0-a bərabər olsa, məxrəc 0 olmur axı. Bu isə 0-a bərabər olsa, bunun həlli olmaz. Ona görə, bax belə yazacağam mən. Başlanğıc. Daxil edirəm x dəyişəni və şərt verirəm ki, x üzərinə 7 nə zaman ki 0-a bərabərdir, yəni bərabərdirsə, yəni bərabər olarsa hə, həlli yoxdur yazıram. Yəni həlli yoxdur. Çap olsun. Həlli yoxdur. Çünki məxrəc 0-a bərabər ola bilməz. Amma 0-a bərabər deyilsə, onda bu düsturu yazıram. Yəni deyirəm ki, hesabla mənim üçün x bərabərdir, x kvadratı çıxılsın, x üzərinə gəlinsin 12, demək, bölünsün, x üzərinə gəlinsin 7, çıxılsın 2. Bunu mənim üçün hesabla. Bu düsturu yazdım elə bura. Buradan da neynəməlidir? X bərabərdir, yox, y bərabərdir. Y-i çapa verməliyəm. Buradan da bitir. Son. Son. Çox rahatdır. Məxrəc 0-a bərabər olsa həlli yoxdur. Məxrəc 0-a bərabər deyilsə sən bunun qiymətini tapa bilərsən ancaq. Yazıram yox, onda bu düsturu həll elə, y-in cavabını çapa ver. Sonra həmçinin 146 da o tipdədir. Baxaq 146-ya. Bax, məxrəcdə kök altında ifadəsi var. Kök altında ifadəsi, yəni kökün altı nə ola bilmir? Mənfi ola bilmir də, düzdürmü? Kökün altı mənfi ola bilməz. Yəni sən deyirsən ki, nə zaman ki x çıxılsın 5 böyükdür 0-dan, o zaman bunu yerinə yetir. Yox, əgər 0-dan kiçikdirsə və yaxud da 0-a bərabərdirsə, o zaman həlli yoxdur. Mən sən deyə bilərsən ki, müəllim, niyə bunu x çıxılsın 5 bərabərdir 0 olandanı yazmırıq? Çünki
X çıxılsın 5 kökün altı mənfi ola bilməz. Bayaqkində var idi. Bayaqkında bura kök altı değildi. Bura mənfi ola bilərdi. Amma kökün altı mənfi ola bilməz deyə mən şərti olaraq x çıxılsın 5 böyükdürmü sıfırdan yazıram. Onsuz da sıfıra böyükdür sıfırdan, yəni sıfırda olsa, məsələn, bax bir dəqiqə, şərt verdim sıfırdır, sıfır böyükdür sıfırdan, yenə də yoxa gedəcək də, yəni yoxa gedirsə, bu heç nə çıxartmayacaq. Yəni, bax, blok sxemini yazıram, başlanğıcımı qoyuram, yenə x-ımı daxil edirəm. Bax, şərt olaraq x çıxılsın 5 böyükdürmü sıfırdan deyirəm, şərtdir. Səliqəli yazım. Şərt olaraq x çıxılsın 5 böyükdürmü sıfırdan? Əgər mən hə deyəcəmsə, bu düsturu yazacağam. Yox deyəcəmsə, yəni məsəl üçün yox, böyük deyilsə, mənfidirsə də kökü yoxdur. Sıfırdırsa da, sıfır böyükdür sıfırdan. Hə deyə bilərsən, yox. Yoxa gedirsən də, yox qoluna gedəcəm. Sıfır böyükdür sıfırdan, yox, bura gedəcəm. Məsələn, mənfi 4 böyükdür sıfırdan, yox, bura gedəcəm. Ona görə burada böyükdür sıfırdan şərti qoyulmalıdır kökün altına. Həmçinin də sıfır da sayılır burada. Amma digər tərəfdə mənfi ola bilərdi. Ona görə bərabərdir sıfır halına baxdıq. Burada yazıram ki, həlli yoxdur. Həlli yoxdur. Çapdan çıxartsın, yəni həlli yoxduru. Əks halda y bərabərdir. X kvadratı çıxılsın. X minus 2 bölünsün. Demək, x minus 5 üstü 2-də 1 belə yazılır. Çıxılsın 27. Bilirik də, bu kök altında 2-də 1-də. Buradan da y-i deyirəm, çapa gətirsin. Bundan da bitir. Son. Bu da belə. Bu da rahat idi. Çətin bir şey yox idi. Baxırıq. 146 idi səhv eləmirəmsə. 147-yə. İndiyə qədər etdiyim bütün misalları həll eləmisinizsə, bunu da siz həll edə bilərsiniz. Yəni, başa düşmüsünüzsə daha doğrusu, bunu da rahatlıqla həll edəcəksiniz. Çətin deyil. Bax, başa düşək. Girişə verilən iki müxtəlif tam ədəd var. Yəni, iki dənə ədədim var. Demək, A ədədim var, B ədədim var daxil edilən və müqayisə edilir. Müqayisə nədir? A böyükdür, B, A kiçikdir, C. Bu verilir. Əgər deyil, müqayisə edib kiçiyinin 2 misli ilə böyüyünün 3 mislinin cəmi. Hə, bax, məsəl üçün, A B-dən, tutaq ki, deyirəm, A B-dən böyükdürsə, o zaman tutaq ki, deyirəm, dəyişən verirəm. K bərabərdir. A B-dən böyükdürsə, böyüyün 3 misli deyir. Onda A böyük daxı A-nı vururam 3-ə. Məsələn, S bərabərdir. Tutaq ki, deyirəm. B kiçik sayılır axı onda avtomatik. B-ni vururam 2-yə. Amma, bax, A B-dən böyük deyilsə, yəni B A-dan böyükdürsə, o zaman B böyük dağı K bərabərdir, B-ni vururam 3-ə. A avtomatik kiçik olur deyə S bərabərdir, A-nı vururam 2-yə. Sonra deyir ki, cəmini çıxışa verin. Yəni, bu K-la S-in cəmi, bu ikisinin cəmini. Sonda da K üstə gəlsin, S-in cəmini çıxışa verməlisən. Da bu şey dedim, yazdım. Görürsünüz, oxudum, oxuduqlarımı yazdım. Da bunun blok sxemini qurmağa nə var? Gəlin quraq. Bax, yazıram başlanğıc. Daxil edirəm A və B. Bir şərt verirəm. Deyirəm, A böyükdür B-dən. Hə deyirəmsə, bu hədir, bu yoxdur. Hə deyirəmsə, yazıram ki, K bərabərdir A vurulsun 3. Həmçinin S bərabərdir B vurulsun 2. Yox deyirəmsə, K bərabərdir B vurulsun 3. S bərabərdir A vurulsun 2. Bir də vurma belə göstərilir də. İndi mən yazmadım. Bilirsiniz yəqin ki, vurma belə göstərilir. Ulduz işarəsi kimi. Sonda da K-la S-i cəmləməliyəm. Deyirəm ki, məsələn, nə atım? R bərabərdir, S üzərinə gəlinsin K. R-i də çap elə. Və son. Bu qədər sadə.
Gördünüzmü necə rahatdır? Oxudum, yazdım. Bax, kiçiyin 2 misli, böyüyün 3 misli. Əgər A böyükdürsə belə, B böyükdürsə belə. Tapdım, blok sxemini qurdum, yazdım. Sonda da cəmi istəyirdi onsuz da məndən. Davam edək. 148. 148 də yenə rahatdır, rahat tiplərdəndir. Deyir ki, girişə verilən 3 dənə müxtəlif ədəd var. A ədədi, B ədədi, C ədədi. Tam ədədin böyük olanı çıxışa verin. Yəni, bu ədədlərin içərisində ən böyük olanı çıxışa verəcəksən. Çox rahatdır həqiqətən. Yəni, A böyükdür B-dən. Hərdirsə, o zaman A C-dən də böyükdür, sonda A-nı çap eləməlisən. Və yaxud da A B-dən böyükdürsə, yox deyirsənsə, yoxlayırsan B, C, avtomatik B A-dan böyük olur da. Deyirsən ki, B onda C-dən də böyükdürmü? B C-dən böyüksə böyük ədəd B olur, əks halda böyük ədəd C olur. Bu məntiqlə gedir. Və yazıram. Başlanğıc blokumu qoydum. 3 dənə ədəd daxil edirəm. A ədədi, B ədədi, C ədədi. Daxil etdim. Şərt verirəm. Deyirəm ki, A böyükdürmü B-dən? Hə. A B-dən böyükdürsə, görəsən A C-dən də mi böyükdür? 3 dənə ədəd daxil, 2 dənə olsaydı nə var idi? Bunu qurdun. Hə, yox, A-nı çap elə. Yoxdursa B-ni çap elə. Amma 3 dənədirsə, A böyükdürmü C-dən? Şərtini də yoxlayıram. Hə deyirəmsə, A-nı çap elə deyirəm. Ən böyük ədəd A-dır. Yox deyirəmsə, avtomatik C-ni çap eləməlidir də, ən böyük ədəd C-dir. Amma bu tərəfə yox desəm, yoxlamalıyam. A B-dən böyük deyilsə, avtomatik B A-dan böyük olur. Və deyirəm ki, görürsən B C-dən də mi böyükdür? B C-dən böyükdürsə, hər desəm, B-ni çap eləyəcək. Yox desəm, gəlib C-ni çap eləyəcək. Bu da belə. Buradan da hamısını birləşdirirsiniz. Son. Bu qədər sadə. Bu sadə idi, həqiqətən çətin deyildi. İndi keçək digərinə. 149. Nə var 149-da? Baxıram ki, cəmləmə var. Ədədlər ardıcılı 1, 2, 3, 4, 5. Nəsə burada artma var və 1-1 artma var. Çünki 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Görürsünüzmü? 1-1 artma var və düsturumuz budur. Düstur budur. S-lə cəmləyir bu düsturu. Həm cəmləmə var, S parametri var. Həm hasil var, görürsünüzmü? Vurma var. Deməli, I verirəm. 1, hasil verirəm. Həm də düsturum var. I 1-dən də başlayır, həmçinin 1 verirəm. Ona görə hasilim 1-dən başlayır, 1 verirəm. N də ədədi də daxil eləməliyəm. Çünki N ədədi nə qədərdir? Yazıram. Başlanğıc. Nə zaman ki, yox, daxil edim əvvəlcə N ədədimi. Sonra daxil eləməliyəm S bərabərdir 0, I bərabərdir 1. Bunu da daxil elədim. Dedim, bildiniz də bu niyə görə olur. Sonra deyirəm ki, şərt verirəm. Deyirəm, əgər I kiçik bərabərdirsə N-dən, bu I 1 və 1 hər dəfə 1-1 artacaq. Şərt verdim. Bu bundan kiçik bərabərdirsə, o zaman, bax, hər desəm, uşaqlar, bu düsturu yerinə yetirəcək də bu. Yəni, S bərabərdir, S cəmləyəcək. Hər deyəndə cəmləyəcək. S bərabərdir, S üzərinə I vurulsun, I üzərinə 1 vurulsun, I üzərinə 2. Bu düsturu yazdım. Sadəcə I ilə yazdım. Çünki mən I-yə vermişəm. Sonra deyirəm ki, və I bir vahid artmalıdır. Əgər I bir vahid artmasa, bu sonsuza qədər elə davam edəcək. Eyni şey sonsuza qədər davam edəcək. I bərabərdir, I üzərinə 1 artsın. Bu dövrdəki buradan qalxacaq bura. Və nə zaman ki, yox desəm, S-i çap eləyəcək. Bu da olacaq son. Bu da çox çətin deyil. Çünki düsturu verib onsuz da, bu hissəsini verib. Vurma və toplama var. Toplama 0-dan vurma 1 və 1-dən başlayır onsuz da. Bu 1 nə zaman ki, bu daxil elədiyin N natural ədəd üçün deyir.
bu daxil elədiyin natural ədəddən kiçikdirsə, o zaman bu yerinə yetiriləcək və n hər dəfə bir-bir artacaq. Nə zaman yox desən, S çap olunub, proqram dayanacaq. Bu da belə. Keçirik 150-yə. Girişə verilən ixtiyari 10 natural ədəddən yalnız cüt olanların cəmini hesablayan alqoritm blok sxemini tərtib edin. Yəni, ixtiyari dövrün içində verəcək yenə, çünki ixtiyari söz var, x ədədi daxil eləyəcəksən və 10 dövr var. Ümumiyyətlə, dövr varsa modifikasiya ilə getmək ən yaxşı seçimdir. 10 dövr varsa və cəmləmə varsa, S parametri var, onsuz da 0. 10 dövr varsa da 10 dəfə dövr var da. Modifikasiyalı ilə yazacağam. Necə? Bax, başlanğıcımı yazdım. Bir də cüt ədəd olub olmaması deyəndə ilk başda dedimi? Məsələn, bu x ədədinin 2-yə bölünməsindən qalıq 0-a bərabərdirsə cütdür. Yoxdursa əks halda təkdir. O zaman onu cəmləməyəcək. İndi baxaq. Başlanğıcımı yazdım. X ədədimi daxil etdim. Hətta x-i yox hələ. S-i daxil edeyim. S bərabərdir 0 yaz. Bir dəqiqə bunu səhv yazdım. X çünki ixtiyari ədəddir. Mən onu şərtdən sonra daxil edə bilərəm ancaq. Heç nə daxil eləmirəm. Deyirəm ki, S bərabərdir 0. Yəni cəm parametrimi verdim. Modifikasiyalı edəcəyimə görə i bərabərdir 1-dən 10-a yazıram. Ən rahatı budur ha. 10 dənə dövr deyir. 1-dən 10-a. Düzdürmü? Və x indi burada ədəd daxil edirəm. Birinci dövrdə ədəd daxil edirəm. Məsəl üçün 5. Düşüb deyirəm ki, bu 5-in 2-yə bölünməsindən qalıq 0-dırmı? Şərt verdim. Hə desəm bura, yox desəm bura get deyirəm. Hə desəm, gəlir deyir ki, neynəməlidir? Cəmləməlidir. S bərabərdir. S üzərinə x. Cəmlə. Yox desəm də ki, heç nə, heç yox qol vermirəm də, yəni yox tərəfi yoxdur heç bunu. Bunu buradan da belə bir işarə verib, bir dəqiqə biraz bunu qısa çəkim. Bunu da elə bir ki, buradan qaldırıram dövrə, yəni yoxlasın hər dəfə. Dövr tamamlanandan sonra da gəlib S-i, bax bu S-i çapa verəcək. Nə olmuş olur sonda da? Cüt ixtiyari 10 ədəddən cütlərin sayını tapacaq. Məsəl üçün, 10 dövrdə, birinci dövrdə i bərabərdir 1 olanda 5 verdim. 5-in 2-yə bölünməsindən qalıq 0-dır. Yox. Sonra ikinci dövrdə i bərabərdir 2 olanda 6 verdim. 6-nın 2-yə bölünməsindən qalıq 0-dır. Hə, onda s bərabərdir 0 üzərinə 6 oldu 6. Yəni, belə-belə yoxlayacaqsınız. İxtiyari 10 dənə ədəd daxil edəcəksən. Burada 10 dənə dövr var çünki. Sonda da cüt ədədlərin cəmini çıxardıb yazacaqsan. Bu da belə. Hər iki burada saxlayıram. Yerdə qalanların izahını gələn dərs verərəm.